Aydındır. Çox təşəkkür edirəm Məhməd bəy ətraflı şərhiniz üçün. Elə Amerikadan da danışacağıq Türkiyə ilə olan siyasətindən. Türkiyə, ABŞ-nin F-35 proqramına qayıtmaq istəyir, amma Vaşinqtonun şərtləri var. ABŞ-nin Türkiyədəki səfiri Tom Barakın sözlərinə görə Türkiyə artıq bu şərtləri qəbul etməyə yaxındır. Rusiya isə Amerikalı diplomatın biraz blöf etdiyini inanır. Ekspertlər bildirir ki, F-35'lərlə bağlı narazılıqlar yeni deyil və Türkiyə 2019-cu ildə baş vermiş siyasi proseslərin fonunda bununla bağlı qərar verərək F-35 proqramından çıxıb. Hərbi ekspertlər isə bu mövzunun yenidən gündəmə gəlməsini Vaşinqtonun Ankaraya təzyiqi kimi dəyərləndirir. Bəs həqiqətən ABŞ ilə Türkiyə arasında nə baş verir? İzləyək. Birləşmiş Ştatların Türkiyədəki səfiri Tom Barak hesab edir ki, Türkiyə yaxın 4 və ya 6 ay ərzində Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərindən tamamilə imtina edəcək. Əvəzində isə Birləşmiş Ştatlardan 5-ci nəsil F-35 qırıcı təyyarələrini alacaq. Diplomatın sözlərinə görə Türkiyə ordusu artıq Rusiyanın 2019-cu ildə tədarük etdiyi sistemlərdən istifadə etmir. Bu o deməkdir ki, onlar öz effektivliyini itirib. Barak hesab edir ki, əgər Ankara Vaşinqtonla münasibətlərini çətinləşdirmək istəmirsə, Türkiyə ordusunda Rusiya sistemlərindən imtina etməlidir. 2019-cu ildə bu qərar qəbul olundu Türkiyə tərəfindən və o Rusiya ilə razılaşmaya üstünlük verdi. 2020-ci ildə Birləşmiş Ştatlar Vaşinqton elan etdi ki, Türkiyə üçün qapılar açıqdır dialoqa və nə vaxtsa qərar qəbul etsə ki, S-400-lərdən imtina edəcək, onda plana qayıtmaqla bağlı Vaşinqtonla birbaşa olaraq Pentaqondan danışıqlara başlaya bilər. Hazırki anda Türkiyənin həmin o dialoqa başlamaq planı əslində güzəştlərə qəbul etmək istəyinə işarə edə bilər. Amma məsələ burasındadır ki, Türkiyənin Xarici İşlər Naziri bununla bağlı Türkiyənin mövqeyində dəyişikliyin olmadığını bilir. O sadəcə olaraq konsensusu Birləşmiş Ştatlardan gözləyir. Çünki Rusiya ilə öz razılaşmasını yenidən baxmaq və kəsmək kimi bir niyyəti də ortaya qoymayıbdır. Bu məsələnin belə deyək, müəyyən bir şəkildə fasilə verilməsi ABŞ tərəfindən Türkiyəyə təzyiq formasında şərtlərin qoyulması ilə əlaqədar idi. Son zamanlar yenə də ABŞ və Türkiyənin dövlət başçıları görüşüb. Düşünürəm ki, bu məsələdə ortaq bir məxrəcə gəliblər və qoyduğu şərtlər hər halda Türkiyənin təhlükəsizlik baxımından maraqlarına toxunmayacaq. Amerika Birləşmiş Ştatları qanunvericiliyinə görə Türkiyə F-35 proqramına qayıtmaq üçün artıq S-400 sistemini işlətməməli və ya ona sahib olmamalıdır. Diplomat bildirib ki, Amerika Birləşmiş Ştatları və Türkiyə arasında təxminən 10 il əvvəl Ankaranın əldə etdiyi Rusiya raketləri və F-35 proqramına yenidən qoşulmaq istəyi ilə bağlı danışıqlar gedir. Yəni, Vaşinqton Türkiyənin Rusiya raket sistemindən imtina etməli olduğuna israr edir, digər NATO üzvləri də onu dəstəkləyir. Rusiya tərəfi isə Amerikalı diplomatın sözlərini ultimatum və blef hesab edir. Belə ki, F-35'lərlə S-400-ün yerinə yetirdiyi vəzifələr fərqlidir. Vaşinqtonun isə məsələyə yanaşması birmənalı olaraq ultimatum kimidir. Rusiya S-400'lərini alsanız, F-35'ləri unudun kimi. Kremldə əmindirlər ki, Türkiyə Moskvadan S-400'ləri almağa və onlardan istifadə etməyə davam edəcək. Mövcud şəraitdə artıq Türkiyə hansı siyasi xətti tutacaq və razılaşmadan çıxmaq əslində siyasi xəttə U dönüş etmək anlamına gələcəkdir. Çünki bu birbaşa olaraq Rusiya ilə münasibətlərin korlanmasına da gətirib çıxara bilər müəyyən mənada. Yəni o oxşar maraq olan bölgələrdə ola bilsin ki, Rusiya tərəfindən də şərtlər irəliyə sürə bilər ki, yəni bu məsələlərdə Rusiyada güzəştə getməsin. Ona görə də yenə də biz düşünürük ki, Türkiyənin gözləntisi əslində Vaşinqtonun bu məsələlərlə bağlı güzəştə getməsidir. 2019-cu ilə qədər də əslində 937 detalı həmin o F-35'lərin Türkiyədə istehsal olunurdu ki, yəni bu qarşılıqlı bir əməkdaşlıq şəraitində həyata keçirilirdi. Amma ümumilikdə kənarda qalmaq F-35'dən və görünür Türkiyə o zaman seçimini edəndə çox gözəl bilirdi ki, o nəyə gedir. S-400'lərlə bağlı xəbər bir ay əvvəl Bloomberg nəşrində
listədə yer almışdı. Nəşrin iddiasına görə Ankara Birləşmiş Ştatların tələbi ilə Rusiyanın S-400-lərindən tamamilə imtina etməmək qərarına gəlib. Mütəxəssislərin fikrincə məsələnin həllində kompromis də mümkündür. Belə ki, Türkiyə Rusiya sistemlərinin və Amerika Birləşmiş Ştatlarının istehsalı olan analoqlarının birgə istifadəsi üçün xüsusi mexanizm yaratmaq niyyətində idi. Lakin Ağ Evdə baş tutan yüksək səviyyəli dialoqdan sonra bu məsələ ilə bağlı heç bir razılıq əldə olunmadı və Türkiyə tərəfi Milli Müdafiə Nazirliyi səviyyəsində S-400 sistemlərinin ordu ilə xidmətdə qalmağa davam etdiyini və tam istifadədə olduğunu, planlaşdırılan bütün hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirdiyini bildirdi. Belə bugünlük biz ayrılan vaxt burada yekunlaşdı. Qismət olsa yenidən görüşəcəyik.